şirin səsili. Zəngulələr də öz yerində. Hamı deyir ki, bu xanımın səsi qeyri-adidir, ecazkardır. Fərqli-fərqli muğam ifaçılarına bu səsi oxşadırlar. Ülviyə Namazovanın bacısı Aynur Namazova. Gözəl, çox gözəl canlı ifa oldu. Bilmirəm, bu xanımı çox az halda dəvət edirlər. Nə bilim, efirlərə, sosial şəbəkədə də az görürük. Mən düşünürəm ki, ancaq paxıllıq edirlər bu xanıma. Belə səsə ancaq paxıllıq edirlər. Belə səsin qədrini bilmək lazımdır. Belə səsin sahibinin qədrini bilmək lazımdır. Üstündə əsməliyik. Bax, elə adamlara dəstək oluruq ki, heç bizi gözəl də təmsil etməyə bacarmırlar. Belə adamlara insanlar dəstək olur ki, onların heç dəstəyə ehtiyacı yoxdur. Axı, istedad olmalıdır ki, adam o insanlara dəstək olmalıdır da. Biz istedadsız adamlara paralar veririk. Onları məşhurlaşdırırıq. Amma istedadlı insanları deyirik, yox, sən oxuma, ona para uçurumun kənarına qoyuruq, belə də vururuq, atırıq. Ülviyə Namazova bacındır, qədrini bil. Ülviyə Namazova belə bacıdan bir də dünyaya gəlməyəcək, belə bal səsili, şirin səsili bacıdan bir də dünyaya gəlməyəcək. Həmişə sənə o dəstək olub, sən uşaq olarkən. Bunu mən bilirəm. Bacıva dəstək ol. Məhz Sarı Səfra